Salam olsun əziz dostlar. Bu gün də sizə maraqlı bu sualı izah edəcəm. Bunu da sizə tapşırıq kimi verirəm. Bunun məntiqi 112-dən 8 almaq, 72-dən 40,5 almaq, 52-dən 24,5 almaq, 42-dən 18 almaq, 37-dən nə alınacaq? Baxın, bunun məntiqi belədir. 112-nin rəqəmlərini görürsünüz. 112 rəqəmlərin cəmi neçədir? 4. Onun kvadratı 16. Götürüb burada aşağıda yarısını 8 yazıblar. Eyni qayda ilə 72 rəqəmlərin cəmi neçə eləyir? 9 kvadratı 81, 81-in yarısı 40,5. Eyni qayda ilə 52-nin rəqəmlərin cəmi neçə eləyir? 7 kvadratı 49, 49-un yarısı da 24,5. Sualımızın cavabı neçə olacaq? 37-nin rəqəmlərin cəmi 10, kvadratı 100, yarısı da eləyəcək 50. Bu sualı da özü tapşırıq kimi verirəm. Baxın, 14-dən necə 24 almaq olar? Bu qayda ilə geçsiniz, sualın cavabını tapacaqsınız.